İncəlik və zəriflik nümunəsi olan kəlağayı qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Kəlağayı Azərbaycanda qadınlara məxsus ipək sapdan toxunmuş 4 künc formalı baş örtüyüdür. Bu örtük gözəllik, ismət, layaqət, ehtiram, sadaqət rəmzi olmaqla yanaşı, özündə odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, ədət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Kəlağayının daha çox məhz şimal-qərbdə yerləşən İsmayıllı rayonun Baskal qəsəbəsində və elə həmin səmtdə olan Şəki şəhərində daha geniş yayılmışdır. 1870-ci ildə Baskal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür. Bir kəlağayının hazırlanmasında bir çox insanın imzası olur. Kəlağayının rənglənməsi, naxış vurulması və s. adına şeirlər, qəzəllər yazılan Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kəlağayı bizim heç vaxt itirməyəcəyimiz bir dəyərdir. Hal-hazırda Baskalda İnkişaf Elmi Təşkilatın təşəbbüsü ilə Kəlağayı mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində təqdim olunur. Qeyd edək ki, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlər Arası Komitəsinin 2014-cü il noyabrın 26-sında keçirilən iclasında Azərbaycan kəlağayı sənəti qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq.